Yazın evvelinde Gence çölünde, yazın evvelinde Gence çölünde çıkıplar yine de dize laleler, dize laleler. Yağıştan islanan yarpaklarını seripler dereye, düze laleler, düze laleler. Laleler, 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 laleler. Bura nə Hollandiyadır, nə də məşhur mahnımızdakı Gəncə çölüdür. Bura Ağcabədinin ta özü Ağgöl Milli Parkıdır. Gördüyünüz kimi sanki bura kimsə iri, nəhəng və qırmızı bir xalı səribdir. Bayaq mən Hollandiyanın adını çəkdim. Bəli, Hollandiya lalələri ilə məşhurdur. Amma orada bir fərq var ki, orada insanlar bu lalələri əkirlər. Bura isə Ağgölün vəhşi təbii görüntüsünün özüdür. Həqiqətən çox möhtəşəmdir. Kadrlarda bilmirəm necə düşəcəkdir. Amma burada olmaq, bu gözəlliyi hiss etmək başqa bir aləmdir. Meylim üzündəki qara xaldadır, hicranın əlacı ilk misaldadır, ilk misaldadır. Nə vaxtdır Rəşidin gözü yoldadır, ay yoldadır, gözü yoldadır, ay yoldadır. Bir qonaq gələsiz bizə lavlələr, ay lavlələr, lavlələr, ay lavlələr. Ağgölün sürprizləri təkcə lalələrlə bitmir. Biz burada başqa bir sürprizlə də qarşılaşdıq. Gördüyünüz deməli nadir tapılan və adı qırmızı kitaba düşən, aprel aylarında açan Süsən gülüdür. Bu gülü demək olar ki, Ağgölün əsl endemik bir sərvəti adlandıra bilərik və təbii ki, bunları qırmaq olmaz, sadəcə baxmaq və ruhən dincəlmək lazımdır. Süsən sümbül bitirmişəm, mən yarım yaban itirmişəm, itirmişəm. Ağgöl Milli Parkı zəngin biomüxtəlifliyi ilə seçilir. Həmçinin bura çox nadir bitki və quş növlərinə ev sahibliyi edir və bunlar haqqında isə istəyərdim ki, parkın direktoru daha ətraflı məlumat versin. Meşələrin kölgəli, çayların dolusu, avar həzinə məndən aparar məni, qəşəngsən, sən gözəlsən, vətənim mənim. Ağgöl Milli Parkı Ağcabədli və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Ərazisi 17.924 hektardır. Ağgöl Milli Parkının flora və faunası çox zəngindir. Deməli, Ağgöl Milli Parkının yaylama və qışlama dövründə 140 növdən artıq quş miqrasiya edir. Həmin dövrdə qırmızı kitaba düşmüş quşlar da vardır ki, bunlardan qazlar və ördəklər vardır. Qazlardan flamingodur, quqazıdır, ördəklərdən
mərmər cürədir, ağgöz cürədir, göydimdi ördəkdir. Turaş kimi quşlar da qırmızı kitaba düşmüşdü. Bundan başqa Ağgöl Milli Parkının da heyvanlardan da qırmızı kitaba düşmüş heyvanlar vardır ki, ceyranlardır, çöl pişikləridir. Təbiətin zənginliyindən deyir. Bizim deməli flora və faunamız çox zəngindir. Bununla yanaşı Ağgöl Milli Parkında 9 turist marşrutu mövcuddur ki, turistlərin gəlib ziyarət etmələrində, istirahətlərində çox əhəmiyyətlidir. Mən öz adımdan, kollektivimizin adından Azərbaycan vətəndaşlarına Ağgöl Milli Parkına ziyarət etməyə dəvət edirəm. Laleler ot kimi yanır yine düzlerde. Gezende elimi kalbim sığmır sineme. Sen kırılma kanadın elim. Təbiətin oyanışını görmək, quşların səmasını, lalələrin rəqsini hiss etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Ağgöl elə bir yerdir ki, burada hər kadr bir tablodur. Gəlin bu gözəlliyi qoruyaq ki, gələcək nəsillər də ondan bəhrələnə bilsinlər. Torpağına kurban oldum vətənim mənim. Vətən